bu diqqətsizlik səhvləri bu kimi hallarda daha çox olur. Çalışın qraflara, şəkillərə, suala daha çox diqqətlə, yavaş-yavaş, sanki çətin sualmış kimi oxuyasınız. Bu zaman daha yaxşı nəticə göstərə bilərsiniz. Sonra sualı əgər oxudunuz, başa düşmədiniz və ya gördünüz ki, bu sual çətin sualdır, daha sizə çox enerji sərf eləməli olduğunuz sual olanda siz çalışın əvvəlcə asan suallar eləyəsiniz və daha sonra keçəsiniz çətin suallara. Bu zaman siz vaxtı da qənaət eləmiş olursunuz. Çünki asan suallara daha az vaxt sərf edirsiniz və psixoloji olaraq da rahat olursunuz ki, siz asan sualları, çox suallar yazmısınız və axıra az suallarınız qalıb, amma vaxtınız isə çoxdur. Daha sonra verbaldan demək istəyərdim ki, çoxlu söz öyrənin. Söz öyrənmək çox vacibdir verbalda. Mətnlərdə ola bilər ki, asar sözlər ola bilər və siz o sözləri mənasını başa düşməyəndə siz doğru cavabı seçmə ehtimalınız aşağı olur. Sonra bir də çalışın ki, məktəb fənlərini, dünya görüşünüzü, ensiklopedik biliklərinizi artırasınız. Bu mətni daha yaxşı başa düşməkdə, mətni daha yaxşı anlamaqda çox kömək eləyir. Məsələn, siz əgər biologiya fənnini yaxşı bilirsinizsə, yaxşı oxumusunuzsa, siz həmin mətndə onu daha yaxşı, həmin mətn haqqında təsəvvürünüz yaranır və siz mətni daha yaxşı anlayırsınız. Bu da düzgün cavab yazma ehtimalını çoxaldır. Amma siz o mətni başa düşməyəndə və yaxud da hər hansı bir bilmədiyiniz mövzu qarşınıza çıxanda sizə o mövzu haqqında təsəvvür yaranmır. Bu da səhv cavabı yazma ehtimalını çoxaldır. Sonra isə əsas imtahan vaxtı özünüzə inanın, güvənin, inanın ki, hər şey yaxşı olacaq və həyəcanlanmayın. Bu vaxta qədər məni dinlədiyinizə görə çox sağ olun, sağ olun. Yəni, uğurlar demək lazımdır. Yox, super. Uğurlar. Bunu da adı yersiniz.